hər vaxtınız xeyir olsun, gününüz xoş olsun, ömrünüz təravətli olsun. Əzizim olmayaydı, saralıb solmayaydı, kaş bir ayrıq olmayaydı. Allah heç kəsi əvvəli meydan, axırı zindan qərar verməsin. Əzizlərimiz, bir sizə məlumatı çatdıraq, gözəllərim və mənim TikTok səhifəmdə izləyən analarıma, bacılarıma eşq olsun. Kimləri blok eləmişəmsə, sən bloka layiqsən. Kimləri WhatsAppda açmıramsa, vaxtım yoxdur. Kimləri aramıramsa, bilginə, sənə baş qoşmağa vaxtım yoxdur. Sənə baş qoşanca bir qazi ailəmə dəstək olar. Sənə baş qoşanca bir şəhid ailəsinə gedərəm. Gəlsin işığın, yansın işığın, gəlsin sorağın. Qafam özüm üçün fırlanır. Kimlərinsə zənginə ehtiyacım yoxdur. Bir elan çatdıraq, bir qazi anamız var. Yasəmən xanımı buradan salamlayıram. Qəyyumluq Yasəmən xanım. Mən onun birinci maviniyəm, hamınız bilirsiniz. Mənim əlimə çörəyə çatdıran Yasəmən xanım, Ruslan doktor, kosmetolog Günnara ana, sonra Zabratda Nəcibə ana, Həc xanım Sevdanın anası, körpəlikə mənə çörək verib. Körpəlikə. Onun yanında bu 41 yaşa çatdım, qocaldım. Əllərindən öpürəm, hər zaman yanımda olub. Qardaşıma qurban olaram, bacılarıma qurban olaram, zəngləri gəlir, bayaqları qardaşımdan danışdım. Danışdım ki, WhatsApp-na salam yazmışam. Bilirsiniz necədir? Səni aramayanı sən arama. Yox. Ola bilər vaxtı yoxdur, ola bilər işi var, ola bilər, hər şey ola bilər. Mən körpəliyimi eləyirəm, o da böyülüyün haçansa mənim üçün göstərəcək. Gözlə mağami, gələr zamanı. Bir qazi anamıza Kaleskiyə ehtiyacı var. Yasəmən xanım dünən axşam mənə məlumat verdi, əzizlərim. Və 050-450-1645 ilə əlaqə saxlayarsınız. İnşallah Kaleskiyə ehtiyacı var. Kaleskiyə deyəndə əlil arabasına. Və bir dənə şəhid anamız var. 93-ün şəhidinin anasıdır. Və onun da özü onkoloji xəstədir, 2 oğlu var və bir də televizora ehtiyacı var. Əzizlərim, yenə də deyirəm, dəstəyinizi əsirgəməyək. Mənim hər şeyim var, amma bu evdə anam yoxdur. Hər şeyim çoxdur mənim, bircə anam yoxdur mənim. Allah mənim də dünyasını dəyişən atalarımı, analarımı rəhmət eləsin. Həyatdır, fələk əl aman əlindən nə günü qaralıyam mən. Anadan olan günümdən başı bəlalıyam mən. Hər şeyim var. Deyir, hər şeyim çoxdur mənim, bircə anam yoxdur mənim. Bağını burada 4 yaşında, amma indi 15 yaşında. Allah var eləsin, hər şey yaxşı olacaq. Ümidimiz, pənahımız Allahdır. Hər şeyi görən, eşidən Allahdır. Nə deyim, hər şeyim var. Şükür Allahın böyüklüyünə. Səliqəm yerində, Səhmanım, Astara kəndinə eşq olsun. Var olun. Mənim üçün bunu heç kəs eləməyib. Heç kəsin adını dilinə gətirməyib. Özüm öz ayağımın üstündə durmağı bacarım. Şükür Allaha ki, əgər bir pərdə çəkilirsə, bir gün bilin ki, o pərdənin sağa çəkilən vaxt olacaq. Bir qapı bağlıdırsa, bir gün açılan vaxt olacaq. Bir də qapı mənim üzümə zar baxşədiyə başlayır. O hansı qapı idi? Dedi mənə ki, səni qardaşınla görüşürəm. 3 il tamam oldu. Anamı tapdığım gün 3 il tamam oldu. Amma deyir, haray ver harayıma. Sənsiz girmərəm ana, boş qalan sarayıma. Nə deyim? Çox üstərinə getmək olmaz. Pozitiv olmaq lazımdır. Əgər onlar səni aramırlarsa, bilginə bir səbəb var. Keçmişin acılığını körpələr çəkməməlidir. Şor olanda su təkərsən yeməyə, o da dadsız olar. Duzu götürəndə miqdarın bilginə ki, qazana nə qədər töküləcək. Qanımda qusarın qanı var. İzik qaşla tanılar, bacı qardaşla tanılar. Var olsun, öpürəm qardaşımı, öpürəm əzizlərimi. Həyatdır. Həyat nə qəribəsən, sirri və heç kəsə verməsən, pozitiv olun. Valla pozitiv olun. Həyat, hər şey yaxşı olacaq. Nə olar? Söz var,
qəlbdə qalar, söz var, dillərdə gəzər. Mən o dillərdə gəzənlərdənəm. Adım arzudur. Adım lətafətdir və nə olsun. Öz əziyyətimi, çəkdiyim əziyyəti bağlıma çəkdirməsin Allah. Hər şey yaxşı olacaq. Qanımda qusarın qanı var. Özüm buğa bürcüyəm. Həyat yaxşıdır. Həyat kimi üçün şirindir, kimi üçün acı. Düşübdür ayana baxtımın tacı. İllər yorğunu olmuşam ana, kaş məni dünyaya gətirməyəydi. Allah var, rəhmi də var. Dəstəyinizə görə minnətdaram. İnşallah ki, anamıza dəstək olunacaq. Qazi ailəsinə də inşallah kaliskiyə ehtiyacımız var. Arabaya ehtiyacımız var. Əlil arabasına və televizora ehtiyacımız var. İnşallah ki, dəstək olacaq. Eşq olsun Qusarlara, eşq olsun Zabratıma, eşq olsun Bakının 32 kəndinə. Ən böyük kənd. Hörmətdə birinci, səxavətdə birinci, iradədə birinci, kəramətdə birinci Məşdağa kəndi. Məşdağa kəndim mənim, 1 kilo qəndim mənim, var olun. Şirin canım sizə qurban olsun. Əziz Məşdağa əhli.